xoş gördük əziz həmvətənlərim, hər vaxtınız xeyirli olsun. Yenə də mövzumuz İrandır. Bəli, dünyanın başına bəla olan İran fars faşist şovinist molla rejimi. Molla rejimi hakimiyyətdən getməyincə mən molla rejimindən əl çəkən deyiləm. Bəli, mübarizəmi aparacam bu qara güruhlarla, bu İslam düşmənləri ilə. Bəli, doğru eşitdiniz. Çünki bunlar İslama ləkədir. Muhammed Peyğəmbərə ləkədir. Elə danışırlar, elə bil ki, Allahın vəkilidirlər. Amerikaya lənət oxuyan İran fars faşist şovinist molla rejimi, İsraili hədələyən İran fars faşist molla rejimi, İsrailə lənət olsun, Fransaya bilməm lənət olsun, Amerikaya lənət olsun, ona lənət olsun, buna lənət olsun. Elə bil ki, bu İran fars molla qarğa rejimi elə bir Allahın vəkilidimi görüm, nə edimi görüm. İmamın adından, Muhammedin adından danışan bu saxta İslam dırnaq arası qəhrəmanlar məhvə məhkumdur. Lənətlənmiş bir qövm varsa, bunu mən buradan deyirəm və bunu bəyan edirəm ki, lənətlənmiş bir qövm varsa, o da fars faşist şovinist molla rejimidir. Və unutmasınlar ki, bir gün işıq qaranlığa qalib gələcək. Diqqətinizə görə təşəkkür edirəm.